Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Şamaxı rayonunda 34 yaşlı Orxan Hacıyev güllələnərək öldürülüb. Xəbər verilir ki, hadisə dünən saat 21 radələrində qeydə alınıb. 27 yaşlı Amir Surxayev şəxsi münasibətlər zəminində Hacıyevə ov tüfəngi ilə xəsarət yedirib. Surxayev polis əməkdaşları tərəfindən saxlanılıb və ondan cinayətdə istifadə etdiyi tüfəng götürülüb. Hacıyev isə xəstəxanaya aparılarkən ölüb. Öldürülən Hacıyev 2020-ci ildə tanınmış idmançı Ruslan Surxayevi qətlə yetirməkdə şübhəli bilinən şəxs imiş. Orxanı güllələməkdə şübhəli bilinən isə mərhum idmançının qardaşı Amir Surxayevdir. Xatırladaq ki, Ruslan Surxayev Şamaxıda 7 Günbəz qəbirstanlığında mətbəx bıçağı ilə qətlə yetirilmişdi. Ölən şəxsin atası şikayətçi olmadığı üçün Hacıyev azadlıqda olub.